Salam, hər vaxtınız xeyir olsun. Bugün umaç halvası hazırlayıram. Onun üzərinə su əlavə edib umaç hazırlayıram. Suyu bir dəfəyə əlavə etmirəm, hissə-hissə əlavə edirəm ki, çox olmasın. Lazımı qədər suyu əlavə etdikdən sonra umacı hazırlayıram. Umaç hazır olduqdan sonra ələkdən keçirdib xırdalarını və irilərini ayırıram. İrilərini mən halvaya əlavə etmirəm, sadəcə xırdalarından halva hazırlayacağım. Xırda umacı ələkdən keçirdikdən sonra süfrənin üzərinə sərib 2 saat qoyuram qurusun. Umaç quruyana qədər şirəni hazırlayıram. Şəkər tozu, su, limon əlavə edib ocağın üzərində qoyuram, qaynasın. Şirə hazır olduqdan sonra sarı kök, gül suyu əlavə etdikdən sonra ocağı söndürüb qoyuram şirə kənarda soysun. Tavaya əridilmiş kərə yağı əlavə edirəm. Yağı tam isitdikdən sonra umacı başlayıram qızartmağa. Orta ocaqda qızardıram ki, umac yanmasın. Umacın rəngi dəyişib hazır olana qədər əlimi dayandırmadan qarışdırıram. Videonun altına çəki ilə dəqiq ölçüdə resept qeyd edəcəm. Mən xırda umacın çəkisi ilə resept qeyd edəcəm. İstəsəniz iri və xırda umacla hazırlamaq çəkini eyni götürə bilərsiniz. Umacın rəngi dəyişdi, artıq hazırdır. Üzərinə şirəni əlavə edirik. Hamurluq üçün bir çimdikdə tuz əlavə edib 2-3 dəqiqə halvanı qaynadırıq. 2-3 dəqiqə qaynatdıqdan sonra ocağı söndürüb yarım saat saxlayırıq. Yarım saat saxladıqdan sonra halva hazırdır. Rəngi çiçək kimi bol yağın, bol şirənin içərisində halva alınır. Bu cür halva istəyirsinizsə mütləq umacı gözəl etməlisiniz və ölçüləri dəqiq götürmək lazımdır.